Amerikada ailəsi böyük olub, amma RAV4-ə pul vermək istəməyənlər gedib Equinox alırlar. Azərbaycana belə 1.5 motoru 22-23 min manata gələn bu 4 çəkər SUV-ni niyə də almasınlar? Almana pulu çatmayıb, Yaponla razılaşmayıb, Çinlə barışmayanlar üçün Equinox əla variantdır. Qiymət demişkən, Garaj 44 bu maşının 1.5 motorunun restyle versiyasının 22 min, əvvəlki versiyasını isə 17 min manatdan başlayan qiymətlərlə gətirir. Belə brutal 2 litrlik facelifti isə 24 min manatdan başlayır. Boşuna RAV4 demədim ha, hətta Tucson və Sportage ilə eyni klassdır. Özüm girib baxmışam, Equinox'un buferi RAV4-dən 5 sm daha uzundur. Amerikalı ailə maşınının ilk borcu dözümlü olmaqdır deyən Chevrolet bu avtomobilin 2 litr turbo versiyasına daşdöyən ləqəbli 9 pilləli korobka qoyub. Və təsəvvür eləyin ki, 6 pilləli korobka ilə eyni çəki və ölçüdədir. Gəl ki, Trasda 9 pilləli 4 çəkər avtomobil elə axır ki, pillələr keçəndə heç ruhunuz incimir. 352 at gücü verir, 353 Nm torqla dəli kimi gedir. Özü də ki, restyle versiyası əvvəlkindən 200 kg daha yüngüldür. Bu versiyalarında dəri salon və oturacaqdan tutmuş rula qədər isidici də var. Hətta adamlar bu maşına uzaqdan xodlanma da qoyublar. Hətta buradan avtomobili 2 çəkən və yaxud 4 çəkən də eləyə bilirsiniz. Kim deyir ki, Amerikanlar rahatlıq xoşlamır? Uzun sözün qısası, uyğun büdcəyə hörmətli ailə maşını axtaranların seçimi olan Equinox'u Garaj 44-dən sifariş eləyə bilərsiniz.